Bağışlayan və mehriban Allahın adı ilə əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bakı şəhərinə göndərdiyimiz hündüşkalarının ətinin necəliyi barəsində müştərilər suallar edirlər. Əlbəttə ki, biz istərdik ki, həmişə olduğu kimi bütün videolarımızda şəffaflığa və səmimiyyətə riayət edək. Əziz dostlar, əvvəla qeyd edim ki, biz özümüz istifadə etmədiyimiz, öz övladımıza vermədiyimiz hər hansı bir məhsulu fərq etməz. İstər ət olsun, istər digər bir məhsul olsun. Heç bir zaman qanında, canında, Azərbaycanlı və müsəlman qanı axan bir millətə yedirtmərik. Yəni özümüz ailəmizdə istifadə etdiyimiz əti Bakı şəhərinə və digər yol üstü rayonlara və s. göndərə bilirik. Əsas odur ki, Bismillahdan kəsilir. Təbii şəkildə heyvanlarımız otlayır, təbii şəkildə yemlənir. Baxın, hündüşkanın ətinin 7 aylıq, dostlar, 7 aylıq hündüşkadır bunlar. 7 aylıq hündüşkadır. Cins olaraq Amerikan bronz cinsidir. Təmiz qan. Keyfiyyət olaraq, dostlar, göz qabağındadır. Yəni ətinin rəngi, baxın. Bax, bu sinə ətidir. Baxın, bu döyməlidir. Bax, bundan dolma pişirə bilərsiniz. Bax, bu dolmalıqdır. Sonra digər ətlərdir ki, indi məlum məsələdir ki, biz bunları balta ilə xırda-xırda bölmüşük ki, olmasın. Yəni qazan yeməklərində istifadə oluna bilsin. Eyni zamanda boynu, dostlar, pətənəyi içində olur. Baxın, pətənəyi içində olur. Sonrasına ciyarı da içində olur. Ciyarı yəqin qalıb altda. Yəni belə dostlar, əziz izləyicilər, yəni ətinin keyfiyyətinə başımla cahdi əlavə olaraq təkcə mənim xoşuma gəlmir bunun ətinin dadı. Yəni digər müştərilərimiz də dəfələrdən olub ki, bax, Bakıdan bir adını çəkə bilərəm. Bakıdan neçə müştərilərimiz olub ki, dəfələrdən bizə zəng eləyiblər və ətinin keyfiyyətli olması barəsində təşəkkür eləyiblər. Belə dostlar, inşallah ki, dekabr ayının 15-dən sonrasına bax bu gözəl inşallah məhsulumuzu sizlər üçün yenə göndərəcək. Hələlik kəsim dayanıb, inşallah ayın 15-dən sonrasına yenə də, yəni dekabr ayının 15-dən sonrasına da yenə də bu ətdən sizlərə göndərəcək. Əlbəttə ki, bütöv şəkildə inşallah.